2 yumurta, 1 çimdik tuz, 1 paket vanil, 160 qram şeker, 150 qram bitki yağı. Birlikte karıştırırıq. 50 qram quru süt, 60 qram nişasta karıştırırıq. Yarım çay qaşığı qabartma tozu, 2 stəkan yarım un. Unumuzu az əlavə edirik. Ərzaqların dəqiq miqdarını postun altında qeyd edəcəm. Xəmirimizdən biraz götürürük, ayrı qaba qoyuruq. Əlavə 1 xörək qaşığı un gedir. Ələ yapışmayan xəmir olmalıdır. İkinci xəmirimizə 1 xörək qaşığı kakao əlavə edirik. Xəmirimizdən biraz götürürük və salafanın altında yayırıq. Kenarlarını videoda göstərdiyim kimi düzləşdiririk. Kakaolu xəmirimizdən də götürürük. Eyni ağ xəmirlə eyni boyda olmalıdır. Videoda göstərdiyim kimi yarısını rulet kimi bükürük, yarısını kəsib götürürük. Və qovrulmuş küncüt əlavə edirik. Düzəltdiyimiz xəmiri küncütə batırırıq. Salafanla edin ki, xəmirin hər tərəfinə küncüt dəysin. Əvvəlcədən isitdiyimiz 180 dərəcəli sobada 10-15 dəqiqə bişiririk. Dadlı reseptlər üçün izləmədə qalın. Hazırlayacaq olanlara əvvəlcədən nuş olsun. İzlədiyiniz üçün təşəkkürlər.